sifariş etdim. Serbiya hava limanından düşdük. Nikola Tesla hava limanı. 70 gün avtobus gözləyirik ki, yaşadığımız ünvana gedək. Qalacağımız ünvana, yaşadığımız nədir? Avtobus vakafları. Biraz Rus dilinə bənzəyir. Gəldik, Belqraddan çatdıq. Bura köhnə Belqraddır. Evə yerləşdik. Evi də göstərəcəm. İndi mola gedəcəyik. Balkanların ən böyük molu Galeriya Mall. Gedirik ora. Çünki paltarımız yoxdur başqa geyməyə. Nəsə alaq özümüzə. 2 saat qalıb bağlamaqla. Buranın lifti. Çox balaca. Tabutdur öbür. Qərbədir. Necə balaca lifti. 2 nəfər yerləşmişik ölçüsü. Bax. Gəlmişik səhər yeməyinə, belə bir məkana. Ətraf çox qəşəngdir, çox fərqlidir. Normalda gördüyümüz yerlər huzurlu yerdir. Biz milk with milk coffee with milk sifariş etdik. Bizdən soruşdu ki, normal espresso yoxsa domestik da. Biz də domestik dedik və onu içə bilmirik. Ümsət içəmin, mən fesaq töküb içəcəm. İndi necədir şəkər tökənə? Məncə fərqlidir də yəni. Hə, standartla deyil. Yeməklərimiz gəldi. Məncə heç yaxşı şey deyil. Deyil. Kalemegdan qalasına gəlmiş. İndi gedəcəyik onun ətrafına. Çox qəşəng parkdır həqiqətən. Bu mübarizəyə sinə gəlmək kimi bir məncə simvol daşıyır. Müharibənin Kalemegdan qalasına gedirik. Nə dinozavrlar var burada. Kalemegdan qalası içərisində girmişik. Belə hərbi muzey var. Yugoslaviyanın dağıldığı vaxtlarda müharibə vaxtından qalan hərbi sursatlar, köhnə. Olar ki, ora daxil olmaq görəsən. Çox qəşəngdir. Adam heyran qalır. Çox qəşəng yerlərdir.
Günorta axşam yeməyi bir yerdə yeyəcək. Eyni yerə gəlmişik. Səhər yediyimdə. Çünki başqa bir yer tapa bilmədik. Ancaq fast fooddur və bizə milli dadlar yemək istəyirik. İndi görək. Çevapi sifariş etmişik. Serbiyanın ən məşhur ət yeməyidir. Çox qəşəngdir bu tərəfi. Skadarlija küçəsində hal-hazırda gəzirik və özümüzə oturmağa qəşəng bir yer axtarırıq, əyləncəli. Çəkil orada. Nə edirsən ki? Əyləncəli yer axtarırıq oturmaq üçün. Bar. Bravo za Lonu, Luna, hvala ti što si se pridružila. Kako se sada osjećaš? Bolje mnogo nego šta. Dragi ljudi, hvala vam. Dušo, ti nemaš ništa s tim. Amo zajedno. Sam tvoje izvora, moja se duša. Žena tvojih godina. Belgradda ikinci günümüzdür. Yox, qırmızıdır. Pekarniyə gəlmişik. Bunlarda səhər yeməyi ancaq belə pekarnilərdə yeyirlər. Çox qəşəng. Kofe və limonad verirlər. Qəşəng fərqli çörək növləri var. Mən kofe aldım, Mürsəl limonad aldı. Sonra belə pekarni məhsulları aldıq. Burada hər yerdən trolleybus keçir şəhərin mərkəzindən. Hə? Ayo. Bunların ümumiyyətlə bütün xəmir yeməkləri çox dadlıdır. Həqiqətən çox qəşəng pişirirlər. Bizdəki kimi deyil heç biri. Dadır. Qəşəng. Mən kruasan yedim, pendirli, normal. İndi belə pirojnalar almışıq. Həm vişnəli, həm almalı. Bunun da dadına baxacaq. Bu pirojna çox qəşəngdir. Bəyəndin? Trolleybus, bu tramvayda trolleybusdur. Tramvaya minmişik, gedirik Müqəddəs Ağa məbədinə. Çox köhnədir, tam Sovet dövründən qalan tramvaylardandır. Almışıq, hədsiz dadlıdır. Necədir, bəyərdir? Bizdə də belə bir şey də var. Hə, yəni bu bizdə də belə şeylər satışda olur, amma tamam fərqlidir dadları. Bu çox dadlıdır. Xəmir yeməkləri hədsiz, ətləri hədsiz. Tramvaydan düşdük, biz o tramvaydan düşdük. Sava məbədinə gedirik, ora.
Bizi Bax, də pis. hiss edirik. Amin. Господи помилуй, Господи помилуй, Господи помилуй. Господи, Мария Евгения, Влад, за милость Твою. Честнейшую, херувим и славнейшую, без сравнения Серафим, без изъяния Бога славящую, слушай Богородицу Тя величаем. Burada insanlar nəsə belə bir şeylə məşğullar. Burada deyəsən adam adlarının yazı var ki, dini ayində nəsə yerinə yetirilsin ki, biz yeyəcəyik. Mən yeyəcəm. Yenə də bəyəşim. Hə, burada indi biz baxırıq yerli xalq. Biz yerlilər kimi davranmağa çalışırıq. Bura nəsə baxıram, bayaqdan adam adlarıdır. Bir yazı var. Yəqin dua edib qoyurlar. İndi Yəni siz də sifarişlərinizi verə bilərsiniz. Pulu ilə adam adı yazırıq bura. yazıb indi qoyacaq bura. Yəqin ki, dualarımız yerinə yetəcək. İndi mən yazacağam. Sən özün bilərsən, özün yazsan yaz. Mən bura öz adımı, Azərbaycan dövləsi. bura Mürsəlin adını, anamın adını, atamın adını, mən öz adımı yazdım. Özüm üçün duam budur ki, bu müqəddəs məbəddən mənə çoxlu can sağlığı, pul, gözəl həyat bəxş eləsin. Eynisi Mürsələ aiddir, eynisi Elmiraya aiddir. Həsəni də ona görə yazmışam, can sağlığı. Rəsul da ona görə yazmışam. Şeyxlanı da ona görə yazmışam. Məryəm imtahan verəcək, ona görə Nurlan imtahan verəcək. Ona görə Əfqan da çoxlu pul qazansın, Xeyriyə çoxlu pul qazansın. Və can sağlığı. Bunları belə yazdım. Burada indi bunların dillərini bilməsəm də, dini ayinləri necə olur bilmirəm, amma özüm üçün, öz dilimdə, öz ürəyimlə dua edirəm, arzulayıram ki, siyahda yazdığım hər kəs öz arzu istəyinə çatsın. Belə. Bəlkə aşağı mərtəbəsidir, bir mərtəbə aşağı. Hər yeri çox qəşəngdir, həqiqətən. Çox belə fərqlidir. Mənə görə qəşəngdir. Böyle bir şeyler istəyənlər rast gəlmişik. Almağa çalışırıq. Ama bilmirik. Çünkü yerli pulumuz nağd yoxdur. Burada kart keçərli deyil. Çox qəşəng məhəllədir belə. Yerli pul çox azdır və burada 500 dinar edir. 500 dinardır. Bizə 5 euro lazımdır, amma verə bilmirik. Görək. Pul exchange eləməyə çalışırıq. Dollar vermək istəyirik. Anın həqiqətən hər şey çox dadlıdır. Əsl şeyə dad gəlir. Bizə belə şeylər yemək üçün gələr. Heç olmur, çox az hallarda. Şur marketinə gəlmişik, Maxigo, Maxi. Belə bundan aldıq, atışdırmalıq. Fərqli çərəzlər var. Nəyə? Tuvalet çay. Esam muzeyinə gəlmişik indi. As close as you can. Adaya gəlmişik. Burada ada deyilən bir yerdə. Ada Cigancaya bura gəlmişik. Çox əyləncəlidir. Burada kamping edirlər, belə oynuyorlar, uşaqlar əyləncəli, belə masalar da var. Biz yeməyə yer axtaracağıq indi. Həqiqətən köhnə ənənələr qalır burada deyə. Ona görə düşünürəm ki, insanlar daha çox xoşbəxtdir burada. Bizə belə indi oynayanlar çox az halda var.
manqal yerləri var belə. Manqal yerlər. Hər kəs belə fərqli-fərqli idman növlərlə məşğuldur. Burada hamı voleybol oynayır. Burada tenis oynayırlar. Burada hər şey ictimaidir. Bizdəki kimi deyil. Yəni bizdə tenisə gedən özün varlı hesab edir. Burada ama her şey ictimai, public. İsteyen gelip basketbol oynayabilir. Bize golfa gelen özünü varlı hesab edir ama burada herkese açıqdır. Yerde oturdum. Şimdi menüye baxıram. Təəssüf ki, burada ingiliscə yoxdur, ancaq serb dilindədir. Mən də hələ ki ice latte sifariş etdim. Gözləyirəm müzəl gəlsin. Ice latte sifariş etdim. Düşüb burada göl qırağına oturub dincələcəm.